bir şey ondandır. Aləmdə təsir qoyan odur. La müəssirə fil vücud illallah. Vücuda varlıq bəxş edən, təsir qoyan yalnız və yalnız odur. Hətta biz Quran-ı Kərimə baxdıqda görürük ki, Allah-u Teala sadə misallarla istəyir məsələni izah eləsin, diqqətləri özünə cəlb eləsin. Quran-ı Kərimdə Allah-u Teala buyurur ki, "Əfərəaytum mə təhrasun?" O əkdiklərinizə baxmırsınız. O tarlada ki işləyirsiniz, o əkdiklərinizə baxmırsınız. Əəntum təzrəunehu əm nəhnuz zariun? Onu siz bitirsiniz, düzəldirsiniz, ya onu düzəldən bizi. Ləv nəşəu ləcəalnahu hutama. Əgər biz istəsəydik, onu çör-çöp eləyərdik. Quru çör-çöpə çevirərdik. Ardınca buyurur ki, Allah-u Teala "Əfərəaytumul ma'əl-ləzi təşrəbun?" O içdiyiniz suya baxmırsınız. Əəntum ənzəltumuhu minəl-muzn əm nəhnul munzilun? Onu o ağ buludlardan nazil edən sizsiz, ya bizi onu səmadan nazil edən? Ləv nəşəu cəalnahu əcəcə. Əgər biz istəsəydik, onu acı eləyərdik. Təsəvvür edin, yağış, qar, nə yağırsa hamısı acıdır. İnsanın həyatı mümkünsüz olardı, yaşayışı mümkünsüz olardı. Ümumiyyətlə biz bu ayələrə baxanda onu görürük ki, Allah-u Teala bildirmək istəyir ki, mənəm əsl səbəb. Bu naqis səbəblərdə ilişib qalmıyor. Onlara o təsiri mən icazə vermişəm ki, təsir qoyurlar. Bunlar bir vasitədir, əsl həqiqətdə mənəm aləmdə təsir qoyuram.